Şəms Təbrizi hamını yığır başına, deyir mən dua eləyəcəm, yağış yağsın. Bütün el cəmaatı toplanır, başlayırlar Quran oxumağa, dualar eləməyə, yağış yağsın. 3 gün, 5 gün keçir, yağış yağmır. Gəlirlər Şəms Təbrizinin üstünə, bəs sən alimsən, belə böyük irfan sahibisən, niyə yağış yağmır? Şəms Təbrizi gülür və qəhqəhə atır. Deyir, ay axmaq insanlar, siz əgər həqiqətən Allaha inansaydınız, təslim olsaydınız, bura gələndə çətirlə gələrdiniz. Gözəl deyib. Yəni neçə faiz inanaraq o duanı elədin ki, təslimiyyətdə nəyə öyrənirsən, Allaha neçə faiz inandığını. Məsələn, mən bunu öyrənəndə baxdım ki, mən Allaha bəlkə də 30% inanıram. Niyə? Biz deyirik ki, hə, mən xəstəyəm. Allaha dua edirsən ki, Allahım buna şəfa ver və ya mənə şəfa ver. Həm də fikirləşsən ki, nətərə çıxım bu vəziyyətdən. Müxtəlif antibiotiklər alırsan, nə edirsən, tam o inanc yoxdur. Onu kəşf eləyirsən içində ki, mən yaradana tam inanmıram. O anda inanmağa başlayırsan. Təslimiyyət boyutu budur. 6-cı boyutu keçmədən 7-yə getmək olmur. Yəni 100% təslimiyyəti keçməlisən mərhələ olaraq. Gəl, yaxşı belə bir yenə Nəsimiyə qayıdaq da. Bax, Nəsimidə haqq mənəm, haqq məndədir. Aha. Yəni nə demək istəyirdi? Bunu belə deyim. Elə tam ora gəlirdim. 6-dan sonra 7 gəlir və o tanrılıq məqamıdır. Ora çatan bir insan, bilirsiniz nə olur? Fərz eləyin ki, sən artıq idrak eləmisən ki, Allah səndədir. Sənin üçün nə limitli ola bilər həyatda? Nəyə limit qoyarsan ki, mən bunu eləyə bilmərəm? Heç nə. Heç nə. Bax, fikirləşin, desəm ki, gedək Xəzər dənizini yaraq. Mənə necə baxarsan? Suyu ikiyə ayıraq. Gülərsən də, deyərsən eləyə bilərsən, heç bu stəkan qaldıran varsan. Musa dənizi necə yardı? %100 əmin idi ki, Tanrı ondadır. Yəni, peyğəmbərlərlə sizin və mənim aramda olan tək fərq, o 100% inanır, biz 1% inanırıq. Acı reallıq budur. Əgər sən də 100% inansan, mən də 100% inansam, biz də peyğəmbərlərlə eyni güclü olacağıq. Nəsimi Peyğəmbərlərin gücü onda deyil axı. Əsas şey eləməkdə. Peyğəmbərlərin gücü mən belə başa düşdüm ha. Peyğəmbərlər gələndə belə müəllimlər olub da, müəllimdir. Onlar gələndə müəyyən bir elmi vermək üçün gəliblər. Yəni məqsədləri olub. Olmayıb ki, məsələn bizə nə isə başa şey eləsinlər, yəni fərqlilik yaşatsınlar, ya nə etsinlər. Çünki siz təsəvvür edirsiniz həmin vaxtdakı insanlar hansı səviyyədə olublar da, yəni cahillik səviyyəsi nə səviyyədə olubdu. Siz təsəvvür edirsiniz həmin vaxtda onların yaşamağı belə şey idi, yəni möcüzə idi. Nəsimi də həmin şeyə ümumiyyətlə düşübdü. Nəsimi də həmin momentlərin birinə düşüb ki, o gəlir və öz fikirlərini bildirməyə çalışır. Fikirlərini bildirməyə. Amma onun dərisini soyurlar. Aydındır. Yəni hətta onu qəbul eləmirlər. Halbuki çox rahat dildə başa salır da, yəni. Buradakı məna belədir ki, Nəsimi idrak eləyir ki, şuurlu olaraq idrak eləyir ki, tanrılıq gücü var məndə. Yəni yaradan məndədir. Peyğəmbərlər şuurlu idrak eləməmişdi. Onlara hədiyyə olunmuşdu. Bu amma şuurlu başa düşür bunu. Baxın, adi bir sıravi bir qadını düşünün. Deyək bu Qubanın Ucqar bir kəndində yaşayır. Buna deyiblər ki, filan kənddə ağac var, ora qırmızı sap bağlasan niyyətin gerçəkləşir. O gəlir qırmızı sapı bağlayır, ora niyyəti alınır. Düzdür? Amma bunu sən və mən eləyə bilmərik. Bilirsən niyə? Bizi dayandıran şey bilgimizdir. Bilgi, nə qədər bilgili olsan, o qədər inancın aşağı olur. Ona görə çox bilgili adamların böyük əksəriyyəti ateizmə meyl eləyir, dinləri inkar eləyir. Ümumiyyətlə, çox bilgi kirliliyi insanın inanc səviyyəsini aşağı endirir. Yox, ateizm dedin, bir də dinlərə şey eləyir, bəs nəsə uyğunluq gəlmir orada. Niyə deyil? Çünki Allahı sən qəbul edirsənsə və yaxud da qəbul eləmisənsə, onun dinlə nə əlaqəsi? Bax, onun indi izahı var da. İnsan bilgisi artır. Baxın, mən desəm ki, bunu düşüncə gücünüzdən hərəkət elətdirin. İç beynində maneə yaranacaq, fizika qanunları gələcək. Axı bu ağırdır, bu burada sürüşməz. Bir çox bəhanə ürətəcək də beynin, belə deyək. Amma heç nə bilməyən adamın ağlına bu gəlmir. O sadəcə düşünür və olur. Ona görə peyğəmbərlər adətən çobanlar idi. Çox sadə yaşayan insanlar idi. Onlar sadəcə inanırdılar birinci. Ya orada bir də nüans yaranır. Baxın, əgər elə fikirləşsək, yəni belə deyək də, instinktiv fikirlərlə olsaq da, instinktiv fikirlərlə də heyvanlar da, sonda heyvanlar yəni götürər də hər şeyi hərəkət elətdirər də, yəni.
götür daşıb götür buradan atardı o tərəfə. Heyvanlar O şeydə instinktiv fikirləşir də o. Aha. İnstinktiv fikirləşir. Hansı ki siz instinktiv fikirləşməyə deyirsiniz. heyvanda Biz də ağılla başlayırıq da fikirləşməyə. ağılla fikirləşmək. Hə. Yəni bir necə? Görürsən ki, bunu düşüncə gücü ilə idarə eləyəmirsən, üsulunu tapırsan, ip bağlayıb çəkirsən. Şuurun dövriyə düşür də. Fizika yaranır. Nəsə altına reys qoyursan, nəsə aparırsan. Və burada məsələ budur ki, ilk insanlar var idi, yəni bizdən öncəki yaşamış insanlar. Onların həyat və yaradıcılığına baxanda baxırsan ki, bu adamların bütün yaratdığı hər şeydə inanc var. Misal, mən Memar Əcəmin yaradıcılığına baxıram. Bu insanlar o dövrdə sadəcə bunu inanaraq eləyiblər. Fatih Sultan Mehmet inanır ki, gəmi qurudan yeriyər, qurudan gəmi yeridir. Biri dənizi bölür ikiyə, biri ayı yarır, biri ölünü dirildir. Bunlar elmdən üst-üstə düşmür. Elmdən üst-üstə düşmür deyə baxırsan ki, bunu ancaq böyük bir inanc sahibi eləyə bilər. Yəni həqiqətən Allahı tanıyan biri eləyə bilər. Başqa biri eləyənməz. O leveldə olanda, yəni mərtəbə olaraq.